Səhv zehniyyətlər ucbatından biz başımıza nə qədər problemlər gəlir? Səhv düşüncələrimiz ucbatından. Allah bir bəlaları çox vaxt niyə göndərir? Bəlalar göndərir ki, bizim zehniyyətimizi düzəltsin. Bizim fikrimizi düzəltsin. Biz filankəsi şişirtmişik, filankəsi sevirik, onu şişirtmişik, Allah ondan zərbə vurur bizə. Ki, zehniyyəti düzəlt bunun barəsində. Onu olduğu kimi gör. Onu olduğu kimi gör. Sonra da zarıyırıq ki, ay dosta vəfa yox imiş, filan şey yox imiş. Axı sən niyə bu dostu bu qədər şişirtmişdin gözündə? Niyə? Dostu səhvləri ilə, xətaları ilə, nöqsanları ilə qəbul elə. Məhəbbət sənin gözündə dostu ideallaşdırmasın ki, Allah bir bəla göndərsin onun əli ilə, sənə bir zərbə vursun ki, sənin ta ki zehniyyətini düzələ. Allah sənin bu zehniyyətini düzəltmək üçün 10 dənə, 100 dənə bəla göndərəcək sənə. Hazır əvvəldən bil ki, dostdur. Müsbət cəhəti də var, mənfi cəhəti də var. Məyus olmağa ehtiyac yoxdur. İnsanlar belədir. Filan şeyə lazım olduğundan artıq önəm verirsən, o nayihədən zərbə vurur sənə. Görürsünüz nə qədər bəlalar gəlir ki, bizim fikrimizi düzəltsin.